Əvvəla hər kəsə salam aleykum dostlar. Bugünkü videomuzun mövzusu budur ki, VPN'li oyun və VPN'siz oyun. VPN'li oyun özünüz bilirsiniz ki, YouTube'da da, TikTok'da da hamı çox iş görür. Yəni bu VPN'lər çox olur, VPN oyunçuları. VPN düşman qabağında ışınlanmağımızı və heysətdirmağımızı var gəlişdirir. Bir də deyir qrafik ayarlarına hassasiyyət belə atmağa. İndi bugün biz VPN'li oyunda oynayacağıq, VPN'sizlə. İndi mən birinci VPN'siz girəcəm. WoW-da 1vs1. Sonra VPN'li oynayacağım. Qutarandan sonra siz yorumlarda yazarsınız ki, VPN'li daha yaxşı olsa VPN'siz. Videoya keçməmişdən öncə kanala abunə olub like atmağı unutmayın. Videomuza keçək. İndi mən indi VPN açmamışam. VPN açıq deyil, gördüyünüz kimi bəlkə görürsünüzmü? İndi oyuna girirəm, başlayıram oyunu VPN'siz. Görək necədir, sonra VPN'li necə olacaq. Getdik. Bir də çox eşitmişəm ki, deyirlər ki, VPN kalite artırır. Ona mən heç inanmıram VPN'in kalite artırılmağına. Kalite artıran Qfx Panda diye bir program var, onlarda yani başka programla VPN kalite artırılır. Sadece düşman qabağından ışınlamağı eləyir. Işınlamışsın elədir ki. İndi VPN üzərində. Görür necədir. Qabağımızdakı sağlam rəqibdir. Hasar verdi bizə. Gələcək indi. Gəldi. Gəldi. Bir gözüm dayanacaq. Başlayacağım düşman. Qabağımdakı mənim FPS-im və biraz videodayım deyə kasır. Onca mən çox qabaq-qabağa çıxmaq istəmirəm. Sağlamdır. Onu bilirəm ki. Sağlam rəqibdir. Mən bu videoda mən sadəcə VPN-i nağardığımı istiyorum. VPN'li oyun ve VPN'siz oyun. Uzmaq mahsar eləmiş. Neyini sözlük. Yəni belə VPN'siz oynamaq da qəşəngdir. Yəni VPN'də telefon kasır. Canı bir. Kaçma. Allah kaçma Allah. Oo. Bir de bir videoda kontrollerle paylaşacağım. Ben bir tanıtmamışım. Qabaqda yapabilirsən. Çok kontrollerle lazım. Heysatmağı hasanlaşdırır bu arada. Qabağa. Yəni mən videodayım deyə çox heysatmadım. Bir de jiroskop oynamayan dostlarıma məsləhət odur ki, jiroskopu seçsələr daha yaxşıdır. Jiroskopu oyun daha süperdir. Məsələn, telefon əlinizdə yağlı olan vaxtı falan belə. Yəni hər kəsə barmaqcıq olmur da belə. Ona görə jiroskop yaxşı taramağa falan. Ama altında bu bomba işletmez. Oo, da pikapı. Gerçi ama qabaq bir de məndə çox telefon kasıyor. Yere yatma. Çok müsaade 6-5. Bunu davet etsem.
yedi. Yok kardeşim. Yere yatmaq işe yaramazlar. Can basmaq lazımdır. Raşa gələcək. Mən gəlir orada qabaqdan onu vurardım. Can azaldardım onda. Yəni sizə məsləhət düşman canı azsa da azaldır. Düşmanda qorxu hissi yaranır. Ona görə düşmanın canı full olan vaxtı çox raşlamayın. Canını azaldın ki qorxu hissi yaranır. Bunda qəsəbdə baxsaydı çox qorxu. Yine de olmaz bir de gel. Hani böyle VPN size çok süpercedir. Şimdi ben bilmiyorum da VPN ile de güzel oynayacağım VPN. Kontrol ve ayarlarım çok süperdi. Günün düzeltmişim ettim sayesinde. Yani ama pancar arkası vurmak istiyor. Hocası ben sol taraftan vuracağım. Ben özüme avantaj yaratmak istiyorum. Oh, süper. Yedi. Süper. Şarjör eləyir. Məndə telefon kasada 2 kat olan vaxtı kasmalar baş verə bilir. Adamın M24 RR. Marka. Qatmaq istəyirəm, amma qoya istəyirəm. Yedi. Bu qorxur. 48 əsər. Siyok. Oo, süper. Canım azdı. Ay imkan vermərəm canım az olaraq saçdırasan. Süper. Allah pası. Çık. Neymiş orada? Kaçtı. Onu korkuda paşaj etmek lazımdı. Bunun özü de macera VPN'e biraz oxşur. Bu qabağımda biraz ışınlanır ne kadar diye. Xətə qabağa atır. Heysə vermədi. Heysə vursaydı olurdu. Mən də qarı tutuyorum. Şarjı etdi. Allah heysiydi. Heysi yine çok süperdi ki heysi insanı bir canlıda kurtarabilir. Neyse. Pik atmak istəyirsən. Çox getdim. Qardaşım, çox getdim. Kasıda kesin çok kas. Telefon üstüne de bu ne arabadan vururdu benim telefon vallahi kasıyor. Vallahi telefon kasıyor. Bir tane sildik ikincisini verdik. Neyse qabağa çox gitməyə ihtimalı çoxdur. Son xalım qalır, son xal. Diqqətli oynamalıyım. Oh, çok süper şekilde bunu da vurdum. Pik atası diyene. İlerle. Hayır.
çox super şəkildə bunu da yendik. Yəni VPN-siz oyunu kanıtladıq ki, VPN-siz oyun da çox superdir. İndi VPN-li oyun girəcək. Görək VPN-li nətərdir? VPN-siz də çox hey satır, qəşəng vurulur, yoxsa VPN-li də? İndi VPN-i açıram. VPN. Hardadır? Aç. Ha, açıldı. VPN-imiz açıldı. VPN açıldı. İndi oyuna girmək olar. İndi oyuna girək. Görək hansı yaxşıdır? VPN-siz yoxsa VPN-li? Başlığa qoydum. Mən özüm VPN-i çox işlətmirəm. Bugün videoya görə VPN-i düzəltmişəm. Yəni sizə məsləhət VPN-lər ola bilər. Mən VPN-siz oyun daha çox üstünlük verirəm. VPN-li oyun amma heç vaxt sizə bir məsləhət VPN-i klassika işlətməyin. Telefon çox isinir və qrafik ayarları ölür. Ancaq arenada çətin vaxtlarda açmaq məsləhət. Getdim. Məncə kalitəsində bir dəyişiklik olmadı. Qabağımızdakı rəqib yenə də sağlam qaldı. Nəsə şınlanma yazı görürəm. Mərmi atmır. Məndə baqa düşüb oyun. Mərmi atmır. Gayet düzəldin ki. Vurdu. Pikte bırak. Bir dakika, bir dakika. Hasar yersin. Emin misin? Sıkla bakma. Gel. Kaçma. Kabakması çocuğun. Ben ona vurmuştum ya ondan kabak. Ben gördüm kanını. Ben ona ondan kabak vurmuştum. Telefon çok kasır. Vallahi çok kasır. Başka oyun süper. Telefon kasmırdı yani. Ben özüm inanmadım. Çözüm telefon kasmırdı. O herhalde geçin onunla yumruğu atacağım. Gel. Bakalım. Aman bakalım. 90 FPS ve 60 FPS'e düşür bu. Ha buna da var. Bunlar bakmayalım. 5 2. O süper. Ay bu ne dalı? Telefon kasılmadı. Telefon ucuzdaşı kasır. Hiç de kasabildi yazın. Çıksan görünce ne varsa. Belə vuram HSC-də hamısı süper olar. Mümkün değil. Yani böyle bir cihazla, böyle bir şey eləmək mümkünsüz bir şeydir. Məsləhətli cihaz tapda olur. Ona çox vur, amma bunun mərmiləri düz gedir. Ya VPN-siz çox pisdir VPN-li. VPN-siz yaxşı.
Ya bu çok kasır Allah VPN'de. VPN çok pis, çok pis. Ben VPN tərifləmirəm. Onsuz da ki mən VPN aldım. Bax, siz amma davranışında qərbəlik var. Görürüz də onu. Onun davranışında qərbəlik var. Ona ban verəcəm. Ban atmalıyam. Bu davranışında qərbəlik var. Hile, turbo, duvar hile. Banımız attı. Bu sonuncuydu. Vallahi buna bak. Çırvaranlar oldu. Bu birden zəhdətdir. Bu çox cəld hərəkət edir. Onun davranışlarında qərbəlik var. Hayır, çox pis. Çox pis. Banımın mən raporunu gözləyəcəm. Mümkün deyil bu vuruşlar. Orada siz onu fikir verərdiniz. O divar arxası belə azca çıxdı, tez qabağa getdi. Mahisi dəydi. Onun mümkün deyil akıllı heysə vurmaq. Mesaj aldım. Güvənlik mərkəzi. Rapor. Hile konusunda düzenlediğiniz rapor kaydedildi. Bu oyunuzu inceleme başlattık. Güvenlik bildirim takmasını ceza bildirmək. Bacında rığa edilməni yandırmaq. Size dostlar, bir videomuzun da belə sonuna gəldik. Sağ olun, sevilirsiniz. Video bizi izlədiyinizə görə təşəkkürlər. Və son dəfə xatırlatma deyəcəm ki, VPN'li oyun sizə görə necədir? VPN'siz oyun necədir? Mənə görə VPN'siz daha superdir. Özünüz də gördüyünüz kimi VPN'siz daha güclü oynayıram mən. Amma VPN açan vaxtı zəifləyirəm. VPN telefonu da kasırır, isindirir, kalitəni də öldürür. Hər şey telefonu eləyə bilər yəni. VPN-i məsləhət oynamayın. VPN çox pisdir. Yəni VPN'siz oyun mən VPN'siz oyunun üstün tərəfdarıyam. VPN'siz oyun daha superdir. Bir də abunə olub like atmağı unutmayın ki, səhifəmiz böyüsün. Belə videolar çəkməyə davam edin. Hər kəsi sevirəm, maçı.